Salam, hər vaxtınız hörmətli oğurlar. Karyera məsləhətçisi kimdir? Karyera məsləhətçisi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Siz əgər iş axtarırsınızsa, sizə iş axtarışınızsa dəstək verə bilərəm. Bu dəstəkdən yararlanmaq, faydalanmaq üçünsə videonun üzərində qeyd olunan əlaqə vasitəsinə nöqtə belə yazmanız kifayət edir ki, siz istiqamətlənə biləsiniz. Bugün 29 aprel 2025 tarixidir və mən sizə ən son bugünə olan ən yeni elanlardan bir qismini paylaşmaq istəyirəm. Yoldaşlar, onlardan ən asan olan variantlardan bir neçəsini bildirmək istəyirəm. Onların arasında dezinfektorçu işi var ki, çox rahat işdir. Yəni işi öyrədirlər sizə. 600 manatlıq bir iş olmalıdır. Sabunçu rayonunda olmalıdır. Sonra xəstə baxıcı işi var ki, həftədə bir dəfə məşğul olursunuz. Bazar günü gündəliyi 25 manatdır. Xələskədə olan bir gənc qızdır. Gənclik tərəfdə yaşamalısınız. Sonra güzgü sexində işçiyə ehtiyac var. Bu işdə də sizə öyrədirlər. Kişilər üçündür, yoldaşlar. Nisbətən bazarlığınız varsa, baxın belə bir iş də var, belə bir fürsətdə dəyərləndirə bilərsiniz. Sonra bu bugünə olan elanlarda baxın yoldaşlar. Amma dünənin elanı, sabahın elanı da var ki, onlarla da tanış olmaq istəyirsinizsə, videonun üzərindəki əlaqə vasitəsinə mesaj yazmanız kifayət eləyir. Sonra təcrübə proqramları var gənclər üçün. Onlardan Unibankda olanı var, Azərbaycan Dəmir Yollarında var, agentliklərdə var. Sonra gömrük brokeri üzrə maaşlı təcrübə proqramı var və s. və s. Turizm sektoru üzrə var və s. Bundan əlavə yoldaşlar, bir dəqiqə zəhmət olmazsa, bundan əlavə stomatoloq assistenti işi var, müştəri xidməti üzrə xidmətçisi işi var, sonra sterilizasiya tibb bacısı işi var, müəllim işi var, müəllim köməkçisi işi var daha doğrusu, sonra direktor köməkçisi işi var, resepsiyon işi var, administrator işi var, sürücü işi var yoldaşlar, yanacaq operatoru üzrə, ailə sürücüsü işi var. İngilis dili biləniniz varsa sizin üçün də sürücü işi var. Sürücü başqa yerlərdə də var. Aparıcı inkassator işi var. Sürücü sel maşınları üzrə də var. Sonra daxili traktorçu işi var. Sürücü ekspeditor işi də var. Tır sürücüsü işi də var 2000 manatdır. Sonra aşpaz işləri var. Xadimə yemək bişirən işləri var. Çörəkçi işi var. Pizzaman işi var. Xadimə işi var Paşamoltsa. Sonra çayçı işi var. Qaynaqçı işi var. Sonra rayonlarda iş var. Məsələn Lənkəranda, Qusarda, Neftsalada, Masallada, Biləsuvarda. Sonra fəhlə işləri var, məsələn, Kontaxomda, Veysaloğlu'nda, Ayan şirkətində, təmir tikinti işləri üzrə də fəhlə işi var. Bu və bənzəri şeylərlə tanış olmaq üçün, ümumiyyətlə iş axtarışında dəstəkləmək üçün mənə özeldən yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.